Doktor, evladım yuxuda oyana yatır. Bu normaldırmı? Belə ki, dəyərli valideynlər, uşaqların 3 yaşa qədər müddətində yuxudan oyanması, oyanıb geri yatması bu tamamilə normal haldır. Amma normal olmayan nədir? Belə ki, evladınız 1 yaşını keçib, siz onu gecə yedirirsiniz və gecə yemə vərdişi uşağın oyanmasına səbəb olur. Bu yanlışdır. Çünki 1 yaşdan sonra uşağın gecə yedizdirilməsi səhvdir. Bundan başqa evladınız yuxudan vahimə ilə oyanır, qorxu, təşvişlə oyanır. Onu bir türlü sakitləşdirə bilmirsiniz, fikrini cəmləyə bilmirsiniz. Uşaq gözü yumulu və ya gözü açıq bir nöqtəyə zillənir, ancaq vahiməli qışqırırsa bu gecə terroru, night terrors dediyimiz gecə fobiyaları ola bilər ki, bu halda mütləq nevroloqa müraciət etməlisiniz. Bundan başqa gecə yuxudan oyanmalar bəzi qurd xəstəliklərində, qıl qurdu problemlərində də ola bilər ki, gecə yuxudan oyanma problemi varsa uşağın, mütləq bunu pediatra bildirməlisiniz. Səbəbləri araşdırılmalıdır. Çünki dəmir azlığı, B12 azlığı, bəzi vitamin azlıqlarına bağlı da uşaqlar gecə oyana bilər və ən təhlükəli olan isə uşaq gecənin yarısı oyanır və uzun saatlar boyunca səhərə qədər yatmırsa, bu da yuxu pozğunluğu ola bilər ki, bu bir nevroloji problemdir və belə olduğu halda da təbii ki, nevroloq müayinəsi şərtdir. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.